personaj müəyyən etdiyi obyektə doğru hərəkət edəcək mütləq. Sən rahat stol çəkirsən, oturursan, mamamı qucaqlayıram, mama əlindən itəliyir. Pərt oluram. Söz qutaq, Xumar xalan gələcək, falan dönür. Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi öz fəaliyyəti ilə mədəniyyət sahəsinin bütün müsahələrini əhatə etmək məqsədi güdür. Belə silsilə tədbirlərdən biri də Mədəniyyət Rüzgarı adlı silsilə tədbirlərdir. Və bu tədbirlər ilk dəfə Gəncədə baş verdi. Mədəniyyət Rüzgarı biz Gəncədə əstirdik. İkinci Mədəniyyət Rüzgarı isə Qarabağdadır. Qarabağdakı Mədəniyyət Rüzgarına daxil olan tədbirlərdən ikisi də teatrın payına düşür. Biz bu tədbirlər silsiləsi çərçivəsində regionlarda peşəkar teatr dərslərini 5 gün Ağdamda, 5 gün isə Füzuli Dövlət Teatrında həyata keçiririk. Bu tədbirin məqsədlərindən ən önəmlisi budur ki, bölgə teatrlarında, region teatrlarında peşəkarlıq səviyyəsinin qaldırılması, orada yaradıcı mühitin formalaşdırılması, yaradıcı mühitə nəzəri, elmi, praktiki tövhələrin verilməsi, sənətin sirlərinin daha dərindən öyrənilməsinin təmin edilməsi. Biz Ağdam Dövlət Dram Teatrına məhz əməkdar incəsənət xadimi Bəhram Osmanovla gəlmişik və tədris planımız 2 hissəlidir. Birinci hissə nəzəri konsepsiyaların izah edilməsi, ikinci isə izah edilmiş nəzəri konsepsiyaların praktiki realizəsini nəzərdə tutur. Ümid edirik ki, bu tədbirlər sayəsində bölgə teatrlarımızda düzgün iş prinsipi və eyni zamanda düzgün yaradıcı mühitin formalaşmasına güclü və layiqli töhfəni verə biləcək. Mədəniyyət Nazirliyinin Elmi Metodiki Mərkəzinin təşkil etdiyi Mədəniyyət Rüzgarı layihəsinin bir bölümü də teatra aiddir və peşəkar teatr dərsləri artıq ölkəmizdə ajitaj doğur. Çünki öyrənmək həmişə lazımdır. Teatr sənəti nə qədər canlı sənət olsa da, yaşadığımız dövrün diktəsinə, aktuallığına uyğun olaraq daima özünün profilini dəyişmək istəyindədir. Bu dəyişmək də mükəmməl bilgidən, mükəmməl öyrənməkdən yaranır. Bu günləri biz Ağdamdayıq və artıq qısa bir müddətdə biz nəinki təsdiq etdiyimiz mövzular ətrafında söhbət, eyni zamanda praktik olaraq yeni bir tamaşanın hazırlanması ərəfəsində gəlib çıxmışıq. Burada teatrda qəribə bir canlılıq əmələ gəlir. Bunlar hamısı peşəkar teatr dərslərinin göstərdiyi bir imkandır. Bu imkandan daima yararlanmaq lazımdır. İnanıram ki, Elmi Metodiki Mərkəz bu layihələri uzun müddət davam etdirəcək və yaşadığımız dövrə uyğun yeni teatr nəslinin yetişdirilməsinə, onların təhsildən sonra peşəkar teatrda daha mükəmməl işləməsinə rəvac verəcək. Mən çoxdan idi ki, sosial şəbəkələrdə və müxtəlif mətbuat vasitələrində oxuyurdum, məlumatım olurdu ki, deməli, bəzi teatrlarda, xüsusilə bölgə teatrlarında peşəkar teatr dərsləri keçirilir. Artıq bir neçə gündür ki, bizim teatrda da qonaqlarımız oldular. Əməkdar incəsənət xadimi Bəhram Osmanov və teatrşünas Dağlar Yusif Əfəndi də demək olar ki, 5 gün ərzində kollektivimizlə çox maraqlı, çox bizim üçün zəruri olan, çox vacib olan dərs seansları keçirdilər. Mən maraqlıyam ki, bu tədbirlər müntəzəm olsun. Çünki xüsusilə bölgə teatrları üçün çox vacibdir belə görüşlərin keçirilməsi, belə tədbirlərin müntəzəm xarakter alması. Yəqin ki, bu sonuncu olmayacaq. Növbəti ildə də mən düşünürəm ki, mən müraciət edeyim, yenə də həmin nümayəndələr, həmin sənətkarlar gəlib bizim kollektivlə belə müntəzəm görüşlər keçirsinlər. Ağdam Dövlət Dram Teatrında möhtəşəm bir günlər yaşadıq biz. Respublikamızın əməkdar incəsənət xadimi, pedaqoq, rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, eyni zamanda da mənim ustadım Bəhram Osmanovun peşəkar rejissor dərsləri və gənc teatrşünasımız Dağlar Yusif Əfəndinin aktyor sənəti ilə bağlı olan peşəkar təlimləri həqiqətən də 5 gün boyunca teatrımıza möhtəşəm bir ab-hava yaşatdı.
Mən də daxil olmaqla hər bir sənət adamı üçün çox önəmli burada bəhslər, debatlar getdi. Təbii ki, bu təlimlər nə qədər davamlı və nə qədər ömrü uzun olsa daha yaxşıdır. Mən buna görə bir Ağdam Dövlət Dram Teatrının quruluşçu rejissoru olaraq dəyərli sənətkarlarımıza, qonaqlarımıza, Bəhram Osmanova, Dağlar Yusif Əfəndiyə dərin təşəkkürümü bildirirəm. Peşəkar teatr dərslərində iştirak edirik, yararlanırıq və gələcək karyeramıza çox köməkliyi olacaq. Mən çox məmnunam, həm öz adımdan, həm gənclərin adından və bu layihədə zəhmət olan hər bir kəsə A-dan Z-yə çox təşəkkür edirəm. Həm teatrımızın adından, həm şəxsən öz adımdan. Mən minnətdarlığımı bildirirəm ki, bu cür gözəl layihə ərsəyə gətiriblər və inanıram ki, gələcək yaradıcılıq işlərimizdə bu dərslərin böyük rol olacaq. Regionlarda peşəkar teatr dərsləri çox mütləqdir, treninqlər aktyorlar üçün mütləqdir. Biz gənclər də bu dərslərdən yararlanır və bəhrələnirik. Biz gəncik və eyni cərgədə teatrımızın təcrübəli aktyorları ilə bərabər otururuq, bilmədiklərimizi öyrənirik və biz gənclər olaraq, gənc olaraq bunu bilirik ki, bu treninqlər, bu dərslər bizim gələcək yaradıcılığımızda çox mühüm rol oynayır. Əmək keçən hər bir kəsə, bu işi ərsəyə gətirən hər bir kəsə öz təşəkkürlərimizi bildiririk. Var olun, çox sağ olun ki, bizləri düşünürsünüz və paytaxtdan bölgələrə axın edirsiniz ki, bizlərə nə isə öyrədə biləsiniz. Keçirilən peşəkar teatr dərslərində mən iştirak etdiyimə görə çox sevinirəm. Bu peşəkar teatr dərslərində məsələn bildiklərimizi təkrarlayırıq, bilmədiklərimizi öyrənirik. Artıq 4 gündür, 5 gündür ki, bu dərslərdə iştirak edirəm. Mən istəyərəm ki, bu dərslər yəni tezliklə bir də dəfələrlə təkrar bizə keçirilsin. Çünki bunlar bizim üçün önəmlidir. Burada yeniliklər öyrənirik, bizə lazım olan şeyləri öyrənirik. Bir də deyirəm, çox sağ olsunlar, var olsunlar. Yəni bizim üçün vacib olan bir dərslərdir bunlar.